Azərbaycanın Ermənistan, Rusiya və Türkiyə ilə müzakirələri zamanı özünü regionun ağsaqqalı kimi göstərən İran bu dəfə Livana sərt bir mesaj göndərib. Deyir ki, danışıqlarda üçüncü ölkəyə ehtiyac yoxdur. Bəli, 22 noyabr tarixli və gündəm xəbərinin efirində bir açıqlamanı diqqətinizə çatdıracağıq. Belə ki, İranın Xarici İşlər Naziri Abbas Araqçı, Livanın Xarici İşlər Naziri başçısı Yusif Racinin MTV-yə müsahibəsində səsləndirdiyi Tehranla dialoqa çağırışa məhz rəsmi bir cavab verib. O bildirir ki, X platformasına daha doğrusu bununla bağlı bir paylaşım edib ki, Tehran-Beyrut xəttində yeni diplomatik addımların mümkün olduğunu qeyd edib Abbas Araqçı. O həmçinin deyib ki, İran Livanın daxili işlərinə qarışmır, lakin iki ölkə arasında münasibətləri inkişaf etdirəcək istənilən dialoqu alqışlayır. Tehran-Beyrut əlaqələri üçün üçüncü ölkəyə ehtiyac olmadığını xüsusi olaraq qeyd edib. Xarici İşlər Naziri həmkarı Yusif Racini Tehrana səfərə dəvət edib və eyni zamanda əgər Beyrutdan dəvət olunarsa, Livana səfəri məmnuniyyətlə qəbul edəcəyini açıqlayıb. Qeyd eləyək ki, Təsnim News, yəni Təsnim xəbər agentliyinin məlumatına əsasən bu açıqlama İranın Livanla vasitəçilərsiz birbaşa danışıqlara üstünlük verdiyini və regional diplomatiyada yeni mərhələyə keçid siqnalı ola biləcəyini göstərir.